qiymətləndirilmə, qiymətləndirmə metodları. Bu metodikalar hansı ki FIFO, LIFO, AFCO, deemed. Deem hesab eləmək, nəzərdə tutmaq deməkdir. Dördünün adını çəkəcəm, amma yalnız ikisini öyrənəcəyik. Testlərdə ikisi düşür. Soruşacaqsınız ki, bəs yaxşı dördünü niyə öyrənirik? Məlumatımız olsun, detallara getməyəcəm. FIFO, first in, first out. Səsləndirilməsindən narahat olmayın. FIFO, nə bilim, FIFO, necə istəyirsiniz deyin. First in, first out. AFCO, average cost method. LIFO ya da LIFO, last in, first out. Bir də specific identification. Spesifik identifikasiya və ya spesifik müəyyən etmə. FIFO-nun ana dilimizdə tərcüməsi. First in, first out-un qarşılığı birinci alınmış, birinci çıxır hərfi tərcüməsi budur. Amma məna olaraq tərcüməsi ambara xronoloji ardıcıllıqla birinci daxil olan, birinci satılmış hesab edilir. Buradakı açar söz hesab edilirdi. Bir daha deyirəm. Birinci alınmış, birinci satılmış hesab edilir. AFCO, average cost, orta dəyər metodu. LIFO, last in, first out, sonuncu alınmış, birinci satılmış hesab edilir. IFRS-də prohibited, yəni qadağan olunduğu üçün istifadə olunmur yaxı yoldaşlar, qadağandır. Definition'ını, yəni izahını yazmamışam. Gəlin, hesablama məntiqlərinə baxaq. Təsəvvür eləyək ki, bax, bunlar bizim xronoloji tarixlərimizdir. Transaksiyanın adlarıdır. Elementin sayı, alış qiyməti, total dəyər, gəlin buraya yazım, total value. Və sales unit və sales price. Görək bu prosesdən biz nə qədər qazanc əldə eləmişik. İlkin etapda başlanğıc mart ayının 1-i periodun başlayıb. Yazmışam opening, yəni açılış inventarı. Başlanğıcda 20 ədəd, hardan bildim, number of items yazılıb. 20 ədəd hər birinin alış qiyməti 5 dollardan cəmi 100 dollarlıq məhsulum var. Martın 3-də əlavə 30 dənə məhsul aldım. Birini 10 dollardan. Sonra 15 dənə aldım 14 dollardan. Totalda ambarımda hal-hazırda satış eləməsəm 65 dənə produkt var. Və hamısının cəmi 610 manatdır. İlk satışım olub, bax, bu mavi xəttə. Ayın 16-sında. Neçə dənə? 33 dənə satmışam. Birini neçədən? 30-dan. Deməli, 33 vurulsun 30. 990 manatlıq satışım var. İndi FIFO metodla tapmalıyam görəsəm bu məhsulların maya dəyəri neçəymiş? Satılmış malların maya dəyəri, yəni cost of goods sold neçəymiş? Bunlara deyirik deemed, hesab edilir. Yəni, mən bax bu 33 dənəni satanda böyük hərflərlə, qara hərflərlə, vurğu ilə səsləndirirəm. Sanki, güya, elə bil. Mən bu 33-ü xronoloji ardıcıllıqla satmışam. Niyə sanki, güya, elə bil dedim yoldaşlar? Mühasib gedib fiziki olaraq baxmır ki, görüm, ambardar hansını birinci satdı. Mühasib oturub ofisdə. Ofisimiz, nə bilim, Əhməd Rəcəblidədir. Ambarımız da, nə bilim, Suraxanıdadır. Mühasib görmür oradan fiziki nəyə götürdülər. Mühasibin bildiyi bir şey var ki, o FIFO metoddan istifadə eləyir və xronoloji ardıcıllıqla sistemdə hansını birinci görürsə, onu birinci güya satılmış hesab eləyir. İndi sual verə bilərsiniz. Bəs yaxşı, birdən ambardar başqa məhsulu satsa, o suala cavab verəcəm. Bu bizi narahat eləməyəcək, çünki məhsullar bir-birindən identikdir. Bir-birindən o qədər oxşardır ki.
Hansının birinci satılmağı, yəni təbii ki, xarab olma və sair məsələlərini ambarda nəzərə alır. Onu istisna eləmirik. Hansının birinci satılmağı bizi mühasib olaraq narahat eləmir. Şirkət olaraq bəlkə də narahat eləyir. Amma mühasib olaraq bizi narahat eləmir. 33 dənənin ambara ilk gələni hansıdır? Martın birində olan 20 dənəsini götürmüşəm 5 dollarlıqdan. Geri qalan 13 dənəsini də götürmüşəm bax bu 30-un içərisindən. Hansı ki, biri 10 dollar idi. Yəni mənim o satdığım 990 dollarlıq gəlirin maya dəyəri totalda 33 dənənin dəyəri 230 imiş. Bəs desək ki, Ramin, birdən mühasib ambarda heç nəyi görmür. Gözü görmür də, ambarda gözü görmür. Gedib birdən bəlkə bax bu 30-u bir də bu 15-i satıb, heç 20-dən bir dənə də satmayıb. Axı bizim onda hesablamamız səhv olacaq. Cavab, xeyr, o bizi narahat eləmir. Elə bilin ki, nə bilim, X adlı bir dənə kitab var. Eyni səhifəli, eyni janr, yəni birəbir eyni kitabdır, sadəcə nəşrlər, daha doğrusu tirajı çoxdur. Elə təsəvvür eləyin ki, ambarımda 65 dənə X, nə bilim, əsərinin kitabı var. Sadəcə alış qiymətləri fərqlidir. Hansının birinci, hansının sonuncu satılması mühasibin maya dəyəri baxımından heç bir fərqi, mühasibə heç bir fərq yaratmır. Bəli, deyə bilərsiniz ki, ola bilər ki, kitab köhnə alınıb, nə bilim, vərəqi keyfiyyətdən düşmüş ola bilər, rəngləri solmuş ola bilər. Biz köhnəni birinci sataq ki, ambarda qalıb xarab olmasın. Bu ambardarın işidir. Mən ambardar deyiləm, mən mühasibəm. Arzu olunandır ki, ikimiz də eyni məqsədə xidmət eləyək. O da birinci gələnləri birinci satmağa çalışsın. Mən də. Amma bu mühasibi ofisdə oturanda narahat etmir. Mühasib onun dərdini çəkmir. Mühasib sadəcə hesablamaya baxır. Ona görə dim sözünü orada əlavə elədik. Hesablama, yəni təxmin, güman elə nəzərdə tutulur. Satışdan sonra gəlin baxaq ambarımızda nə baş verdi. 33 dənə produkt satdım. Bax bu 65 dənənin içərisindən 65 dənə 33-ü getdi, qaldı 32-si. O 32 hansı 32-dir? Gəlin bir-bir işarə eləyək. 20 dənənin hamısını satmışam. Qalıb yalnız, daha doğrusu 20-dən sonra bu 30-dan da 13-ünü satmışam, qalıb 17-si. Məndən soruşsalar, satışdan sonra ambarında nə var? Deyəcəm 15 dənə 14 dollarlıqdan var. Üstəgəl 17 dənə də 10 dollarlıqdan var. Yəni ambarımda nə qalıb sualının cavabı budur. Sonradan bir dənə də satış eləyirəm. 52 dənə. Bu 52 satışı eləməmiş, ambara təzə məhsul gəlib. Baxın, bu arada 39 dənə məhsul gəlib 6 dollardan. Gəlin indi o satılmış 52 dənənin maya dəyərini tapmağa çalışaq. 52 dənəni tapanda ilk müraciət elədiyim yer ambarda qalan birinci 17 dənədir. Axı xronoloji ardıcıllıqda ilk sırada dayanır. 17 vurulsun 10. Üstə gəl. 52-dən 17-sini tapdım. Qalıb 35-i. 35-in 15 dənəsi götürülüb buradan. Qaldı 20 dənə. Geri qalan 20 dənəsini də götürmüşəm bu 39-un içərisindən. Yəni mənim 52 dənə 38 dollara satdığım məhsulun maya dəyəri nədir sualının cavabı bax buradır. Deməli, 170, belə 210, bu da 120. Bunların cəmi mənim sualımın cavabıdır. Bu da neçələdir? 500. Bu da bizim FIFO metodumuz. Testdə soruşacaq. Ambarda nə qədər məhsul qalıb, onun dəyəri nə qədərdir? Cavab. Belə bir sual görsəz. Deyək ki, o ilk iki hesablamanı eləməmişsiniz. Bax, sualı ilk açmışsınız, belə bir mənzərə çıxdı qarşınıza. Və sual soruşur ki, closingi tap. Biz də hələ ki closingi görmürük.
Cavabı tez necə tapa bilərik? Hər hansısa bir aralıq hesablamalar aparmadan. Hamı fikir burada olsun. Özümə verdiyim sual budur. Dövr ərzində anbarıma neçə dənə məhsul gəlib? 65, 39, 104 dənə. Neçəsini satmışam? 85 dənə. O 85-in 20-si burada, 30-u burada, 15-i burada. Düzəldi 75 dənə. Daha doğrusu 65 dənə. Geri qalan 20-sini də bu 39-dan götürmüşəm. Yəni bu 39-dan da cəmsi 19 dənə qalıb. Aralıq heç bir hesablama aparmadım. 19 vur 6 sualımın cavabıdır. Məndən soruşsa ki, bağlanış inventar nə qədərdir? Çevik işləməniz üçün bu metodikanı tətbiq edə bilərsiniz. Bura kimi sual.